Uca Allah Quran-ı Kərimdə neçə dənə məsələyə and içir. Dəyərli əşyalara, dəyərli şeylərə and içir. Quran-ı Kərimə də and içir. Vəl-Qur'anil Hakim Yasin surəsində oxuyuruq. And olsun hikmətli Qur'ana. Bir yerdə də Allah bir and içir. Görün nəyə and içir Allah? Qiyamət surəsində Allah belə bir and içir. Və la uqsimu bin nəfsil ləvvəmə. And olsun nəfsil ləvvaməyə, ləvvamə nəfsə. Nədir bu ləvvamə nəfs? And olsun özün qınayan nəfsə. Görün özünü qınamaq, sınan qəlb Allah üçün nə qədər dəyərlidir ki, Allah özün qınayan nəfsə, özün günahkar bilən qəlbə and içir Quran-ı Kərimdə. Diqqət edin ki, sınıq bir qəlbin Allah yanında hörməti nə qədərdir ki, Allah ona and içir. Qəlbin ən vacib halı həmişə Allah huzurunda sınmış bir halda dayanmasıdır. Sınmış bir halda dayanmasıdır. Özün günahkar bilərək dayanmasıdır.